şiə adı ilə manipulyasiya edir. Bu manipulyasiyadır. Yəni insanlarımız da manipulyasiya edir. Fələstin məsələsi bizə məsələn bunu ilk dəfə sinif 1-də deyirəm də. 92-ci ildə Xocalı soyqırımından, Qaradağlı soyqırımından sonra və Qarabağın işğalında çoxlu əsirlərimiz olub. Və onların çoxu Xankəndində saxlanılıb. Bərdəki Xankənddə saxlanılıb, Ağdərədə saxlanılıb, Xankənddə açıq qəfəsdə saxlanılıbdı. Yəni soyuq havada açıq qəfəsdə saxlanılıbdı. Qadın uşaq bilinmədən orada saxlanılıb. Bunun foto şəkilləri də var. Ev heyvanları necə saxlayırlar heyvanxanada da belə bir şey. Siz bayaq bir söz dediniz, Farsi etdiyini bizə. Bilirsiniz o nə deməkdir Səidə xanım? Bunu sizin deyirəm. 1993-94-cü illərdə əsirlərimizin çoxunu dövlət geri qaytardı. Onlar müalicə prosesi keçdilər. Sonra da bunlara çəkilişlər aparıldı ki, gələcəkdə məhkəmə işləri üçün şeylər olsun. Sübutlarımız ki, bunlar ölə də bilərdilər, qala da bilərdilər. Sizi inandırım ki, neçə Xocalı əsrinin müsahibəsini var, məndə də var, baxmışam da, görmüşəm də, hətta onları izləmişəm də, onlarla söhbət eləmişəm. İrandan gələn qırmızı aypara nümayəndələri ki, hansı ki gəlib o əsirlərin vaxtına maraqlanmalıdır, o qırmızı xas gəlirdi, qırmızı aypara gəlirdi. Mən tam əmin edirəm ki, o şəxsləri tapsınlar, danışsınlar. Xocalı əsirləri bugün də sağ. O insanların çoxu sağdır, əksəriyyəti Xocalıya qayıdıb. İrandan gələn nümayəndə heyəti daha çox vecsiz yanaşıb, yəni ki, qırmızı xaç. Qırmızı xaç üçün məsələn bir əsrimizə Adiyal İstifdir. İrandan gələnlər girib baxdılar ki, orada soyuq havada, qışın günündə, fevral-mart ayında, dəmir qəfəsin içində və onlar çox-çox üzr istəyirəm tamaşaçılardan, sizdən, su istəyəndə ermənilər çıxıb qəfəsi başında bunları sidiklə, alın bu da siz suyunu istəyən, deyən, görən İran bunu beynəlxalq aləmə təqdim eləmədi, amma qırmızı xaç xristiyan bunu təqdim elədi də. O əsrlər ki var, onlar İrandan gələn nümayəndə heyətlərinin etdiklərini danışsalar, Səidə xanım, insan bəlkə də yaşayıb o ağırlara dözə bilməz.